Ben de açışı oturam indi. Onun için deyir de vicdansız dediler, vicdansız olduk. Adamın vicdanı var da en azından tutak ki hatta günü bugün de İTV, AzTV, ne bileyim ARB falan bunların arasında oturup bakıp insanın bir ağıl süzgecinden geçirdi vicdanla bakıp hansının hamısı pisdir. Ama bu pislerin içinde daha yaxşısını görmüyor olur axı. Bu ne qaydadır? Hansı qapıdan gelirsən deyirsən sizden yok. En yaxşı siz, bəziləri də ədət ediblər. Çıxırlar deyirlər bizdən yoxdur. En yaxşı bizi, en düzgün bizi, qalan hamısı belə filan. Qardaş, hardan alıbsınız siz bu ixtiyarı? Bu gedib hər qapıda sizdən yoxdur deyənə kim o ixtiyar verib? Və özü oturub məndən yaxşı deyənə kim ixtiyar verib? Qardaş, hərənin uzaqlı öz vicdanı, öz əxlaq ölçüləri var. Hərə də öz ölçüsündə çalışır ki, nəyəsə nail olsun, nəsə eləsin. İndi kimin orada nə qədər o artıq heç kim çıxıb ortaya efirdə heçə bax deməyəcək ki, mən buraya milləti bax belə gözüm çıxdıya salmağa, milletin anasını filanlamağa, milleti bax belə soymağa, milleti talaba heç kim onu efirdə deməz. Hamı deyir ki, axı vicdan ona görə vicdandır ki, deyir ki, bədenin bütün digər hissələri, əzaları rahat olub dincələndə ağrıyan və ağrıdan hisslərin adıdır vicdan. O vicdanın da dili yoktur. Çıxar kutuya kışkırar ki, bu vicdansızdır. Bunu ona göre yata bilmir, yoksa ona göre gelmir. Adamlar elə bir ki, yaqin xəstələni beləyib, davraniyasını ölçürlər, filan ellər. Ama hiç şimdi alınacaq mı? Vicdanın da dili yok. Çıxar kışkırar ki, bunu mən əmək qoymaya yatmağa. Bu yata bilmez, bu əcnafın yatma ixtiyarı yoktur. Bildiğin. Adam yata bilmir, yoxsa gəlmir, belə çörükür, vicdan da bu nəzir axı. Ha, huy, hay, öldüm, ay öldüm. Arvad durur, uşaq durur, skor çağırırlar, gəlir, pul basırlar həkimin cibinə filan, ayrı diagnoz qoyurlar, nə varırlar. Vicdanın da dili yoxdur, kışkırar ki, bunun xəstəlik adı yoxdur, mənəm bu. Bu əcəlaf günüzdə axşama kimi efirdən pülüyür belə. Gecə də mən buna deyirəm ki, eləmə Allah var göydə. Bu qədər Allahsızlıq olmaz, bu qədər əxlaqsızlıq və vicdansızlıq olmaz. Məsələ odur, bizim birdən o qədər hansı yanından yanaşsın, hər yerdən bir dərd çıxır, problem çıxır. Çok da düz değil. Ne olursa canımıza dert olup, boğazımıza nazar olup, kara yer olup. Bildiğin. Her yerden bir kara yere çıkıp yapışıp milletin bu çenesinin altına ölçermirler. Kardeş ne alakası var bu Serdar Elbel'in canı cehennem. Adam isteyen bana bakar ki yok siz bize bakın, mutlak bize bakın, bizi beğenin. Ay ne bileyim, like verin bize. Eleliğimize çok adam baksın, ne bileyim. Siz like versene bize çok adam bakacak. Şimdi benim neyime lazım size çok adam bak. Ben özüm ederim bakırım, soturup bakırım da. Benim neyime lazım size çok adam baksın, bak ya. Size çömelim size çok adam. Bana lazımdır. Yani sen her şeyde o neden gelir? Yani ben Canhamya gösterirsen ki ben doğrudan en doğrusu benim. Ama belki de araştırsan adamın özüne de ele gelebilir. Ha bu doğrudur bildiğin. Ama bir de bir ağılla, bir vicdanla, bir ahlakla götürüp bakanda bağırsan gele hamıdan beteri büyümüş ki. Vicdanımı satıram. 90% indirim.